Salam dəyərli abituriyentlər, xoş gördük sizləri. Deməli, test toplusundan kompüter şəbəkələri və internet mövzusunun sualların izahına başlayaq. Vaxt itirmədən gedək. Deməli, birinci sualda bizdən nə istəyir? Elektron poçt ünvanında domen adını müəyyən edin. Domen adı baxın, ət işarəsindən ayrısız, sağ tərəf domendir, sol tərəf isə istifadəçi adıdır. Sağ tərəf gmail.com olduğuna görə cavabımız olacaq nə? A variantı. Simsiz şəbəkə texnologiyalarını müəyyən edin. Simsiz şəbəkə deməli burada WiMAX-ı görürük 2, bir də Bluetooth-u görürük 4. 2 və 4 D variantı olacaq. İnternet xidməti deyil. Usenet deməli internet xidməti, B variantı page kanalı. Digərlərin hamısı internet xidmətləridir. Ümumiyyətlə bunlar yəni əzbərə dayanan suallardır, yəni nəzəriyyədir. IP ünvan ola bilməz. IP ünvan ola bilməz. Deməli, IP ünvan 0-255 arası dəyişə bilər. 4 hissədən ibarətdir. 32 bitlik. İndi burada biz deməli baxsaq, görürük ki, C variantında burada 256 var. Maksimum 255 ola bilərdi. O zaman deməli cavabımız C variantı. info@dim.gov az elektron poçt ünvanında istifadəçi adını müəyyən edin. İndicə birinci sualda dedik. Sol tərəf nə olacaq? İstifadəçi adı A variantı. Şəbəkə kartının funksiyası nədir? Kompüteri şəbəkəyə qoşmaq üçündür. İnformasiya müvəqqəti saxlamaq xeyir. Kompüteri kabel şəbəkəsinə qoşmaq, bəli, B variantı. Axtarış sistemlərində relevantlıq nədir? Relevantlıq yəni sizin axtardığınızın, belə deyək də, nəticənin sizin axtardığınıza nə qədər uyğunluğudur. Tapılan informasiyanın axtarış meyarına uyğunluq dərəcəsi, bəli, A variantıdır. Çıxan səhifələrdə də aşağıya doğru getdikcə uyğunluq dərəcəsi azalır. Şagird dəftərdə yazdığı məktəb serverinin IP ünvanını bərpa etmək istəyir. Ona kömək etmək üçün hərfləri düzgün sıralayaraq IP ünvanı bərpa edin. Nəysə oxuyamadım. Deməli, biz elə eləməliyik ki, 2 nöqtə arası 255-dən böyük olmasın. Elə düzməliyik ki. A əvvəldə gələ bilməz, o heç görsənir. Məsəl üçün C-dən sonra B gələ bilməz. Çünki 1330 çəyəcək. Deməli, A-nı biz axıra qoysaq. A-dan əvvəl bunlar variantla da gedə bilərsiniz. B-sini də axtara bilərsiniz. Variantla gedək bir dənə. Deməli, 20-dən sonra .64, ondan sonra 3 yazanda görürsünüz 643 alındı. B-ni yazmaq istəyirdim, bu alınmadı. B variantı. 20, ondan sonra B gəlir 3.13, ondan sonra C gəlir 3.133, .64 A gəlir. Cavabımız elə B variantı. Yəni ya axtarmalısınız, ya da variantla işləməlisiniz. Başqa yol yoxdur orada, o suallarda. Yanlış fikirləri müəyyən edin. IP ünvanı kodlaşdırmaq üçün 64 bit lazımdır. Xeyr. 32 dedik, bir hissə maksimum 255 ola bilər. Bu da ki, sizə 8 dənə 1 verir ikilik sayəsindən keçirdəndə. Bizdən yanlış istəyirdi, elə 1-i götürəcəyik. URL ünvan internet resurslarının rəsmi yerini müəyyən edir. Bəli, bu doğrudur. O zaman bundan işimiz yoxdur. IP ünvanına misal olaraq göstərmək olar. Xeyr, burada 375, gördüyünüz kimi 255 aşıb. Ona görə götürməyəcəyik. Daha doğrusu yanlışdır, götürəcəyik. Dördüncü D Kanadanın domen ünvanıdır. Xeyr, D Almaniyanındır. Almaniya. Kanadanınki .ca belə yazıq. Deməli 1, 3, 4. Cavabımız Y variantı. 5-dən 6-ya da baxa bilərsiniz. Özünüz üçün təkrar olmuş olar. Protokol kompüterlər arasında informasiya mübadiləsini nizamlayan qayda və standartlar toplusu düzdür. Hosting isə internetdə saytların yerləşdirilməsi xidmətidir. Doğru mülahizələri müəyyən edin. Elektron poçt ünvanında istifadə edilən ünvanda istənilən simvoldan istifadə oluna bilər. Xeyr, bu səhvdir. Məsəl üçün boşluq qoya bilmərsiniz və bəzi simvollar yerləşdirə bilmərsiniz. İndi əzbər onlar yadımda deyirlər. Onsuz da yəni qoysaz xəta verəcək bilinir. Nəysə də yəni istənilən simvol istifadə oluna bilməz. Router aktiv şəbəkə avadanlığıdır, bəli. Belə deyək də, avadanlıqlar iki yerə bölünür, aktiv və pasiv. Aktivlər yəni əsasən 99%
qurğular, belə deyək. Yəni müəyyən bir alqoritmlə işləsin. Passivlər isə məsəl üçün kabellər və yaxud da kabellərin uclarındakı birləşdiriciləri aid edə bilərik. Simsiz bağlantı zamanı yalnız radio siqnallardan istifadə edilir. Xeyr, radio siqnallardan istifadə edilir, amma yalnız yox da. Hə, biz deməli bunu götürmürük. Doğrular lazım idi bizə. IP ünvanlar 32 bitlik unikal ikilik kodlarla istifadə edilir. Bayaq dedik, bu da doğrudur. HTTP internet xidməti xeyr, protokoldur. Kod. 2, 4. Y variant. 11. 11 kimi sualları. Baxın, indi bu birinci qarşımıza çıxdı. Mən burada göstərəcəm. Düsturlarda göstərəcəm. Bəzən görürsünüz, düstur sizə vaxta qazandırır. Bəzən düsturla ümumiyyətcə ala bilmirsiniz. Yəni, vəziyyətə uyğun olaraq hərəkət edin. Gördünüz ki, düstur sizə vaxta qazandırır. Düsturla tez şəkildə həll edin, getsin. Bir də sizin vaxtınız niyə getsin ki, yəni? Onu demək istəyirəm. Düzdür, mən keçənlərim 20 variant sınağı izah edəndə demin, səhv eləmirəmsə orada düsturdan istifadə eləməmişəm. Bilmirəm, tam da yadımda deyil, səhv deməyim, səhv eləmirəm ki, eləməmişəm. Çünki kommentlərdə də yazan oldu ki, düsturla daha sürətlidir. Bəli, amma baxır hansı misallarda, yəni. Özünüz tapsaz, 100% bütün hamısını həll eləyəsiniz. Amma düstur 100%-ə keçərli deyil axı. Elə misallar olacaq ki, düsturdan alınmayacaq. Amma nəysə, indi bir göstərim düsturu da. Məsəl üçün, burada 2 dənə element var. Tam ki, deyirəm A plus B bərabərdir A and B plus A or B. Bu 2 dənəsi üçün. İndi burada da siz görürsünüz ki, bax, orun qiyməti var, neçədir? 265-dir. And-in qiyməti neçədir? 3-dür. B-nin qiyməti məsəl üçün buna qoşanlara desək 93 qoysaq, bir dənə A-nı axtarıq da. Buradan da bu x tapmaq sizin üçün 2 vur 2-dir. Bu da neçə edir? Toplayanda 268. Bundan da çıxacaq neçə? 93. 5, 7, 175 D variantı. Belə, indi gördünüz ki, tez görsənir, elə düsturla həll edin, getsin, bir də Venn diaqramı çəkməyin. Yox, düstur keçərli deyilsə, alınmayacaqsa, o zaman Venn diaqramı çəkib axtarıb tapmaq daha məsləhətlidir. 3 dənəli element olanda isə A plus B plus C plus deməli üçünün birləşməsi, yox, üçünün kəsişməsi A and B plus nə idi? A and B and C bərabərdir. A or B or C or C üzərinə gəlsin. A and B plus A and C plus B and C. Dənəli üçün də bu cürdür. Yəni gördünüz ki, sizdə burada hər hansısa bir şey naməlumdur. Düsturla tez şəkildə tapasınız. O zaman elə düsturla deyin, vaxtdan qazanmış olun ki, imtahanda vaxt itirməyəsiniz. İmtahanda da çalışırlar ki, elə salınsın ki, düsturla həll edə bilmirsiniz. Yəni. Amma hər ehtimala qarşı bilməkdə də fayda var. Nəysə, çox vaxtınızı almayaq, keçək. İndi hansı daha tez olsa, düsturla və yaxud da Venn diaqramı ilə o cürdə baxarıq. Demək, 12-ci. Baxın, 3 dənə də düzdür. 3 dənə elementimiz var bizim. Əla. Bura baxanda görürük ki, deməli, aşıq musiqisi var. A qeyd edək, opera. Burada olsun, muğam. Əla. Üçünün kəsişməsi bizdə neçə verir? 25. 25. Bir dənə haranı axtarıq, onu qeyd edək. Deməli, aşıq musiqisi and muğam. Aşıq musiqisi and muğam ikisinin kəsişməsi var. Bu hissəni axtarıram. Aydındır, mənə bu hissə lazımdır. O zaman 25 tapmışıq. Burada biz x deyək. X deyək. X də bura deyək. X tapıb 25-lə cəmləyərik də. Yaxşı, bizə başqa nə veribdir? Aşıq musiqisi and opera 258-dir.
258'dir. Aşık musiqisi and opera. Ondan sonra aşık musiqisi and deməli opera or muğam. Baxın bu hissə var. Aşık musiqisi and opera or muğam. Bax onu işarələyirəm sizə. Bax bura. Bu birinci hissə. Gördünüz? İşarələdiyimiz yerdə. Bura. İndi aşık musiqisi and operada əgər bu hissə belə deyək, bu hissədə bizə 258 veribsə əgər, yəni də 258 veribdir. O zaman 338-dən 258 çıxsaq bizdə neçə qalır? 80-də, düzdürmü? Yəni bax bu ümumidən, mən buranı çıxsam bu hissəni. Məndə qalacaq bu x. X-i tapdıq neçə? 80. Aha. İndi bura 80-dir. Bu hissəni 25 qeyd eləmişdik. 80-də üstünə 25 kiləndə bizə neçə verəcək? 105. D variantı. 13. Axtarış sisteminə tətbiq edilən sorğuların kodlarını onların nəticələrinin artma ardıcıllığına görə müəyyən edin. Deməli, artma ardıcıllığına görə müəyyən ediriksə, bizə öncə ən az çıxan nəticə lazımdır. Ən az nəticə harda çıxacaq? Burada təbii ki, 3 dənəsinin kəsişməsində. Belə deyək, məsələn, siz 3 nəfər dostsuz, üçünüzün ortaq xüsusiyyətiniz, kəsişən xüsusiyyətiniz azdır ikinizə nəzərən. 5 nəfər olsanız və yaxud 10 nəfər olsanız, 10 nəfərin ortaq xüsusiyyəti xarakteri təbii ki, daha az olacaqdır. Yəni, faiz azalır burada. Yəni, nə qədər kəsişmə çox olsa, o qədər də nəticə az olacaq. Bizdən artma istədiyinə görə, deməli, C bizdə ən azdır. Ondan sonra gələcək deməli B, digərlərində baxırıq. Ondan sonra deməli, burada bir dənə or var, D. Ondan sonra da 3 dənəsinin birləşməsi. Bu ən çox nəticə verəndə bir də A. C, B, D, A cavabımız C variantı. 14. Azalma ardıcıllığına görə istəyir burada da. Bu dəfə də əksinə. Ən çox təbii ki, 3 dənə or var burada, üçünün birləşməsi. Bunda olacaq. Ondan sonra deməli, gələcək 2 dənə birləşmə var burada. Deməli, B. Sonra demək, 2 dənə dediyim, yəni 2 dənə or var, yuxarıda 3 dənə or vardı, amma burada 4 dənə element var. Nəysə, deməli B, sonra gələcək. Bir dənə orumuz var bizim burada D, bir də kəsişmə. Artıq 2 dənəsinin ortaq xüsusiyyətini istəyir. Bu da ən axırı. Bu da oldu azalma sırası ilə. Cavabımız B variantı. 15. İkili say sistemində kimi təsvir verilmiş IP ünvanını onluq say sistemində təsvir edin. Baxaq bir dənə bunu biz 8 ayıraq. Bir buradan. Bir dənə buradan. Bir dənəsi də buradan. Əla 8 ayıranda burada 8 dənə 1-i görürəm. Deməli bura 255-dir. Bu əvvəlki bir dənə 1, 7 dənə 0-dır, 128-dir. Burada bir dənə 1 artıqdır, 129-dur. Axırıncıdakı 0, 1, 2, 3, 4, bu da 5, 32-dir. 2 üstündə 5, 32-də burada. 128, 129, 255, 32 cavabınız B variantı. Düzgün IP ünvanı bərpa edin. Aha. Yəni düzək də bunu. Deməli, D-dən sonra A variantında. Gələ bilərmi? Gələ bilər. A-dan sonra C gələ bilərmi? Gələ bilməz. B variantı. A-dan sonra B. Gələ bilərmi? Gələ bilər. B-dən sonra C. Gələ bilməz. D-dən sonra A dedik, gələ bilər. A-dan sonra B. Gələ bilər. B-dən sonra C. Gələ bilməz. Deməli, D-dən sonra C. 166 gələ bilər. C-dən sonra B. Deməli, gələ bilər. B-dən sonra da A. 284 deyir, gələ bilməz. Cavabımız Y variantıdır. Elə belə yazaq altına. B bizdə 16-dır. C bizdə 6.23-dür. A bizdə 4.213-dür. B də bizdə .28-dir. Gördüyünüz kimi heç biri 255-i aşmayıb. Cavabımız Y variantı.
IPv4-ın onluq say sistemindəki təsviri üçün aşağıdakı qaydalar verilmişdir. IPv4-ın ilk və son ədədi 206, yəni 64 ədədinə bərabərdir. 64, baxın, D və Y-dədir. 0, 1, 2, 3, 4, 5, bu da 6. 64'tür, bu da 64'tür. Sonuncu da 64'tür, bu da 64'tür. O zaman ABS-ni silək biz. Bir dənə baxaq görək. IPv4-ın ikinci və üçüncü ədədlər uyğun olaraq. Bir dənə 1, 7 dənə 0 və 129'dur. Bir dənə 1, 6 dənə 0 və bir dənə də 1. Deməli, ikinci nə idi? Bir dənə 1, 7 dənə 0. Cavabımız o zaman D variantı. Gördüyünüz kimi. Bu da 129. Yəni 207 plus 1'dir. 18. Yenə eyni sual. Axırıncısı deməli 255 8 dənə 1'dir. O zaman B-ni silək, C-ni silək və D-ni də silək. Əla. Deməli, ikincisinə baxsam 128'dir. Bir dənə 1, 7 dənə 0, o da Y variantındadır. Cavabınız Y. Yəni, vaxt itirməyində sürətli şəkildə gedir. Keçdik. 19. Fayl şəbəkə ilə ötürülməzdən əvvəl istifadəçi tərəfindən arxivləşdirilir ki, daha tez göndərilə bilsin. Arxivləşdirilən zaman faylın həcmi 35% azalır. Əgər informasiyanın şəbəkə ilə ötürülmə sürəti 13,220 bit böl saniyə olarsa, ilkin həcmi 12.000 megabayt olan faylı çevirək bitə olan faylı arxivləşdirdikdən sonra ötürmək üçün ən azı neçə dəqiqə tələb olunar. Əla, deməli buna 35% azalıbsa, bunun yerdən neçəsi qalıbdır? 65%, düzdürmü? 65% qalıbdır bunun. Əla, bunu qeyd elədik. Məsələn, bu bizim həcmimizdir, düzdür? Çevirdik bitə. Bu hissədə biz bunu çevirdik bitə. Ondan sonra deyək 65% qalıbdır yerdə, onu da qeyd elədik. Tamam, indi bu mənim həcmimdir və sürəti də veribdir. Bizdən dəqiqə istəyir. Bu həcmi nə etməliyəm? Həcmi bölməliyəm nəyə? Sürət. 13 vurulsun 2 üstündə 23. Həmçində dəqiqə istəyir, elə gəlin burada da 60'a da bölək. Hamısını yığdıq eyni yerə. 2 üstü 23 üstündən 2 üstü 23 getdi. 13 üstündən 65 getdi, burada 5 qaldı. Bunun 2 sıfırı, bunun 2 sıfırından getsə, 60 ilə də 120 getsə, burada 2 qalar. Bərabərdir 2 vurulsun 5, o da 10 dəqiqə. 20-ci. 20-ci baxın, yenə düsturla alınır. Görürsünüz, futbol var, voleybol var, birləşməsi var, kəsişməsini istəyir. Yəni ki, bu ikisini cəmi. Çıxırsınız 3600, sizə cavabı verir. Bu da neçə edir? 0, 0, 4. Bir yadda 4400. Bundan da 3600 çıxanda 400, 400, 800. 3600 çıxışı sizə kəsişməni verir. Bu da 800, B variantı. 21. Baxaq görə yenə buna. Bura deməli 255 görsənir. Baxın, burada görürsünüz, axırda 1 yoxdur. 254'dür. 1 var kiçik ədəddə. Bura 128'dir. Benim cavab çıxırsa da buna baxmayın. 128, 255, 254. Bunu silək. Şöyle Y variantı. 128. Y variantı tələsdim. 128, 255, 255. 128, 256 tamam səhvdir. Y variantı olmuş elə. 254 daxilincə. 193 bunu da hesablaya bilərsiniz. İstəyirsiniz hesablayın. İkilikdən onluğa keçəsiniz. Deməli 254 yenə 1, 1, 1 axırda bir dənə 0. O zaman D variantı ilə Y variantını sildik. 255 ikinci mövqedə 8 dənə 1. O zaman C variantını da sildik. Üçüncü mövqedə 128'dir. Bir dənə 1, 7 dənə 0. O zaman B'ni də sildik. Cavabımız A variantı. Keçdik 23'ə. 212 bit böl saniyə sürəti ilə işləyən modem müəyyən bir məlumatı ötürmək üçün 5 saniyə vaxt sərf etmişdir. Həmin informasiyanın 16 simvollu əlifbada formalaşdırıldığını bilərək məlumatın neçə simvoldan ibarət olduğunu müəyyən edin. Əla, deməli biz 212 sürəti zamana vursaq, alacağıq nəyi? Həcmi.
Bu həcmi də mən bölsəm, bir simvolun həcmi 16 simvol olursa, deməli 4 bitdən söhbət gedir. 202-yə bölsəm, bundan bu gedəcək, 2 üstündə 10 vurulsun, 5 cavabınız C variantı. Yəni burada nə idi? Simvolun sayı x-dir, vurulsun 4 bitə. Bu da nəticə həcmi verir də sizdə. Həcmdəki sürətlə zamanın hasilidir. 2 üstü 12 vurulsun 5-dir. Buradan sayıcı olaraq x tapdıq ki, 2 üstü 10 vurulsun 5-dir. Belə. 24. Modem ötürmə sürəti deməli 7680 bit per saniyədir. Unicode sistemində kodlaşdırılmış və hər səhifəsində 400 simvolun mətn faylının ötürülməsi 1.5 dəqiqə, yəni 90 saniyə çəkib. Mətn faylının səhifələrinin sayını tapın. Yenə eyni sualdır. Baxın, x vurulsun Unicode-da 16 bit, vurulsun 400, bərabərdir 7680, sürəti vururam nəyə? Zaman. Bəs zaman buradan x tapırsınız. Deməli, x də bərabərdir nəyə? 768 yazaq, 3 vurulsun 208, 256 kimi. 0-ı da vurulsun 10 qeyd eləyək. Vurulsun zamanı, yəni 90-a. Bölünsün nəyə? 2 üstündə 4 vurulsun 400-ə. Buradan nələr gedir, nələr qalır? Bu bununla getsə, bu 0 da burayla getsə. Burada deməli 2 üstü 2 qaldı. Bu da bununla bir də 2 üstü 6 gedir. Buradan da 208 gedəndə yuxarıda nə qalır? 3 vurulsun 2 üstü 2 vurulsun 9. 3 vurulsun 4 vurulsun 9. Bu da neçəyir? 12 vurulsun 9. O da 90. 18 108. D variant. 25. Deməli, Truecaller demə 24 bit sistemində kodlaşdırılmış qrafik təsvirin 800 vurulsun 600 piksel ölçüsünə malikdir. Bu təsviri sürəti 32.000 bit böl saniyə olan modem vasitəsilə nə qədər vaxt ötürmək olar? Saniyə ilə tapaq, sonra da saniyə olmaz, dəqiqə çevirək. Deməli, həcmi verib də sizə və bunların hansı sizə həcm verir, bölür sürətə. Burada çətin bir şey yoxdur, demək. 24 vurulsun 800 vurulsun 600 bölünsün 2 üstündə 5 vurulsun 1000-ə. Belə yazaq görək nəsə görürük. Deməli 8-i də 2 üstündə 3 yazsam, bundan bu gedər. Burada qalar 2 üstü 2. 2 üstü 2 4-dür. 4 ilə 24 getsə, burada qalar deməli 6. Burada 2 0 ilə bunun 2 0 getsə, bu 10 da deməli 6 ilə 2 getsə, burada 3, burada 5. Bizdə nə qaldı? 6 vurulsun 3 bölünsün 5. Niyə yaxşı yerdə dalanmadım mən? Harada səhvlədim mən? Sarıda səhvlədim 100%. Harada səhv getdik? Yəni geri qaytaraq. Deyəsən, buranı düzgün aparmamışam. Bu ikisi getdi. Bunun biri burayla getsin. Burada heç nə qalmır. Mən bəx burada 10 saxlamışam. 2 üstü 5 ilə 2 üstü 3 getsin. 8 ilə yəni bu getsin. Burada qalsın 2 üstü 2, yəni 4. 4 ilə də bu 24 getsin. Burada qalsın nə? 6. Bu arada bizdə nə qaldı? Burada bir dənə 10'umuz qaldı. Burada bir dənə 6'mız qaldı. 3600, 360. 360 saniyə. Bunu da böləcəyik 60'a. Bu da bərabərdir nəyə? 6 dəqiqə. Bayaqlar burada ixtisarda aşağıda 10 saxlamışam səhvən. Ona görə səhv getmişdi. Belə 6 dəqiqə. Burada birbaşa da bölə biləriz. Heç bayaq kimi niyə eləmədim bilmədim. Nəysə, burayla yuxarı ixtisar gedərdi. 6 dəqiqə birbaşa çıxardı. Dedik, bilmirik də cavab saniyədədir yoxsa dəqiqədə. Ona görə saniyə ilə cavab olmadığına görə dəqiqə keçdik. Deməli 26. Burada nə istəyir bizdən?
Buna düstur keçərmi? Yəni Venn diaqramı ilə bunu tapaq. Nəsə ilkin olaraq nəsə görə bilmədim. Deməli 3 dənədir yenə. Azərbaycan, Bakı, diğer Respublikası. Respublika. Bizdən nə istəyir? Azərbaycan Ant Respublika. Bir dənə oranı işarələyək. Azərbaycan Ant Respublika. Bu bizə bura lazımdır. Söyəni də axtaraq. Demək, Azərbaycan bizdən neçədir? 50. Bakı bizdən neçədir? 80. Respublika 100. Tamam, deməli, Bakı Ant Respublika 3-ün kəsişməsi neçədir? 5. Buranı qeyd edək. 5. Bakı Ant Respublika, Bakı Ant Respublika bizdən neçə verir? 30. O zaman bura qaldı 25. 25. Tamam. Azərbaycan or Bakı Opş 165'dir birləşmə. Azərbaycan or Bakı. Azərbaycanla Bakıda 110'dur. Düzdürmü? 110. Yəni ki, baxın, bura 110'dur. Bura 110'dur. Ümumisi isə 165'dir. O zaman mən 165'dən 110'u çıxsam, mənə qalır boş hesaba bura. Yəni onu da çıxan neçə edəcək? 55. Burada elədi 55. Vəssam, buranı da x qeyd edəsəm da sizə cavab görsənir. Yəni bu da x plus 5 plus 25 plus 55 bərabərdir nəyə? 100'ə. Da 30, 55, 85 edir. 100'dən də 85 çıxanda 15. X-i tapdınız neçə? 15. Sizdən də bu yaşıl hissəni istəyir. 15'in də üstünə 5 gələndə eləyəcək 20 Y variantı. 27. Məlumdur ki, cəmi 240 megabayt məlumat ötürülüb. Nəzərə alsaq ki, vaxtın ilk 1/3 hissəsini, deməli, T vurulsun 1 bölünsün 3, yəni 1 yazmıraq. 3 sürət nə qədər oldu? 3 vurulsun 2 üstündə 21. Plus. Üstə ikisi qalıbdır, düzdürmü bunun? Orada sürət nə qədər oldu? Qalan vaxtda isə 9 vurulsun 2 üstü 20. 9 vurulsun 2 üstü 20. Əla, cavab nə qədər olub? 240 megabaytdır. Megabaytdan da biz keçəcəyik nəyə? Bitə. Vururuq bunu 2 üstündə 23'ə. Tamam, bununla bu getsə, burayla da bu getsə, burada 3 qalacaq. O zaman 2 üstündə 21T plus. Burada nə qaldı bizdə? T vurulsun 6 vurulsun 2 üstündə 20. Bərabərdir 240 vurulsun 2 üstü 23. 2 üstü 20'yə hər tərəf getsə, burada qaldı 2T plus 6T. Bərabərdir 240 vurulsun 2 üstü 3. Buradan deməli 8T bərabərdir 240 vurulsun 2 üstü 3. Buradan da 2 üstü 3 ilə 8 gedir. T bərabər olur nəyə? 240'a. Bizdən nə ilə istəyirdi? Dəqiqə ilə istəyirdi. 240'ı da bölürsünüz neçəyə? 60'a. O da sizə verəcək 4. 4 dəqiqə. Saniyə desəydi 240'ı götürərdiniz. 28. 2 üstü 23 bit bölünsün saniyə sürəti ilə. İnternetdən 4096 vurulsun 4096 pikseldən ibarət qrafik təsvir 32 saniyəyə yüklənmişdir. Qrafik təsvirin palitrasındakı rəng sahələrinin sayını müəyyən edin. Yenə bayaqki suallardandır. Da yəqin ki, sizə aydındır. Bu sürətlə burası zamana həcmi verəcək. Böləsiz pikselin sayına ki, bir dənə pikselin həcmini tapasınız. Sonra da ki, çaları oradan tapacağıq. Demək, yazıram. Kimsə gəlib yarı yoldan baxıb deməsin ki, mənə aydın olmadı. Başda bir dənə tipi göstərirəm də. Deməli, 2 üstündə 23 vurulsun 2 üstündə 5. Sürətli vurduq zamana bu bizə verdi həcmi. Bölünsün nəyə? 2 üstündə 12 vurulsun 2 üstündə 12. Bunda birbaşa yazsaq 2 üstündə 28 bölünsün 2 üstündə deməli 24. Bizdən nə istəyirdi? Hə, nəysə, bundan da bu gedəcək. Buradan bizə qaldı 2 üstündə 4, yəni 16. Bu 16 sizdə nəyi bildirir? Rəng dərinliyi. Rəng dərinliyi. Yəni B düsturla desək n bərabər 2 üstü i-dən siz i-ni tapmısınız da. O da 2 üstündə 16, cavab 65000
536 eləyir. Amma burada onsuz da ki 216 var. B variantı. Neçə 29-a. Burada nə deyir? 66 səhifədən ibarət olan mətn sənədinin ilk 2 səhifəsində 256 vurulsun 512 pikseldən ibarət 64 rəng çalarlı palitra ilə rənglənmiş qrafik təsvir. Demək 2 dənə səhifəsində 2 vurulsun 2 üstündə 8 vurulsun 2 üstündə 9 64 çalarda da 6 bitdi təbii ki. Bunu da yazaq 2 üstündə deməli 18 vurulsun 6 bitə. Ben səliqəsiz elədim. 2 üstündə 18 vurulsun 6 bitə. Bu bizim şəklimiz. Bizim şəklimiz dursun burada. İndi 66-nın ikisini çıxdınız, qaldı siz 64 dənə səhifə. Deyir ki, digər səhifələrin hər birində orta hesabla 16 sətir, digər səhifəm mənim qalıb 64 dənə. Yəni 2 üstə 6 vurulsun 16 sətir, 2 üstündə 4-ə vurulsun. Unicode-da bir simvolumuz 16 bitdi. Yəni yenə vururam 2 üstündə 4-ə. Kodlaşdırılmış 16 simvol vardır. Vurulsun 2 üstündə yenə də 4, 16 da simvol var. Bu informasiyanı 75% arxivləşdirdikdən sonra sürəti 216 bit bölü saniyə şəbəkə ilə ən azı neçə saniyəyə ötürmək olar. Deməli, bu da bizim bitmən cavabımızdır. Bura neçə yeyir? 10, 18. Bərabərdir 2 üstündə 18 bit. 218 bit bizdə vurulsun, 218 vurulsun 6 bit bizdə şəkli idi. Bu da bizim mətnimizdir. Bu da neçə dənədir? 7 vurulsun 218 yerdə. Yəni şəkil və mətn ikisi bir yerdə bu qədər bit edir. Aydındır, toplayanda. Əla. Arxivləşdirdikdən sonra da bu sürətlə deyir neçə saniyə ötürə bilərik. İndi bunu da arxivləşdirək. 7 vurulsun 218 75% arxivləşdirəndə sənin qalır əlində 25%. Yəni vurulsun 25 bölünsün 100. Sürətimiz neçədir? 2 üstündə 16 bit bölünsün saniyə. Bəs bunu da bölürük 2 üstündə 16-ya. Deməli 100 ilə 25 keçsin, burada qalsın 4. 4 2 üstü 2-dir. 16 ilə birlikdə 2 üstü 18 eləyəcək. 2 üstü 18 ilə də gedəndə əlimizdə qalır 7 saniyə. Cavabımız C variantı. Belə işlər. 30-da nə deyir? Ötürülmə sürəti 232 bit bölü saniyə olan şəbəkə ilə həcmi 16 GB olan faylı ən az neçə saniyə ötürmək olar? Həcm bölünsün sürət vəssalam. 16 sizdə 2 üstü 4-dür. Vurursunuz 2 üstündə 30 çəki bitə keçəsiz. Bunu da bölürsünüz 2 üstündə 32-yə səhv yazdım, üzrlüsən. 2 üstündə 32. 32 ilə 33 ixtisar getdi. Yuxarıda qaldı 2 üstündə 5. O da 32 saniyə. Keçək 31-ə. Variantlar gələndə, variantsızlar bitəndən sonra adətən variantsız sualların başlanğıcı biraz asanlı olur. Bir baxaq görək necə. Bu sual səhv eləmirəmsə səhv olmaydı. Düzəldib yəqin ki. 1500 o da 2700. Düzdür. Nəysə, yenə burada düsturla alınır. Bunları toplayanda neçə eləyir? Bu ikisini toplayanda. 0, 0, 2 bir yadda 4200. Bundan da 1200 çıxanda 0, 0, 0, 3000. Cavabınız 3000. Yəni düsturu bayaqdan başda vermişdim. Ona görə yaxşı olar ki, bax bu hissədən baxırsansa, girib kommentə yazma ki, necə oldu. Necə oldu? Sual tipi başdan bir dəfə göstərirəm də hər tərəf. Bu ikisini cəmi. İndi yəqin ki, bunu hamı bilir. Yəni çox da danışmağın yeri yoxdur. Buradan biz oru axtarırdıq. Bu ikisini cəmindən əndə çıxırsa sizə oru vermiş olur. 32-də nə istəyir? 32 gəl görək sən nəysən. 35 MB həcmə malik fayl müəyyən mübadilə kanalı ilə 384 bit bölü saniyə sürətlə bu 3 vurulsun 128 yəni 207-dir. Bu zaman ərzində 128 bit faylın başı yadıma çıxdı. 15 MB həcmə malik fayl müəyyən mübadilə kanalı ilə sürətlə ötürülür. Bu zaman ərzində 128 bit bölü saniyə sürətlə digər mübadilə kanalı ilə neçə MB həcmə malik fayl ötürmək olar? Deməli
Sizdə zaman nədir? Yəni ki, 15 vurulsun 2 üstündə 23 bitə çevirin. 23 bölünsün nəyə? 3 vurulsun 2 üstündə 20. 3 vurulsun 2 üstündə 7. Baxın, bu həcmi böldüm sürətə, mənə verdi zamanı. Belə bunu tənasüblə də edə bilərsiniz, problem yox. Prosta yəni göstərmək istəyirəm. Deməli, indi bu bizim zamanımızdır, bax bu. Kəsrdə yazdığım mənim zamanımdır. Vəssalam, bunu da nə etməliyəm? Bu zamanı vurmalıyam sürətə ki, həcmi tapım. Megabaytla istəyirəm şeyi. Mən çox uzatdım. Mən çox uzatdım. Bu bundan 3 dəfə kiçikdir. Bunda 3 böləsiz neçə 3-ə sizə verəcək 5. Cavabınız 5-dir. Çaxıra fikir vermirəm. Nəysə. Tənasüblə eləsəz daha yaxşı olar bunu. Vaxt da qazanmaq istəyirsiniz. Və yaxud da ki, buradan zaman aldınız, zaman vurdunuz 2 üstündə 7-yə. Yəni 128-ə bu sürət. Təzədən də bunu böləsiydim. 2 üstündə 23-ə ki, megabayta keçirdim. Yəni bu çox uzun gedir. 20-sinə 23 gedəsidir. 2 üstü 7 ilə 7, 15 də 3-ə böləndə cavabınız 5 verəsidir. Amma belə ehtiyac yox imiş də, heç diqqət eləmədim. 15, 384-dür, 128, bu 3 dəfə bundan azdır. Bundan da 3 dəfə az 5-i götürürsünüz. 33. Ona görə də axıra qədər diqqətli şəkildə oxumaq lazımdır. Sürəti 221 bit bölünsün saniyə olan şəbəkə ilə 1024 vurulsun 2048 pikseldən ibarət və 16 bit rəng dərinliyinə malik olan qrafik təsvir ötürmək üçün ən az neçə saniyə vaxt tələb olunur. Sizin həcminiz buradır. Burada sürətinizdir. Bölürsünüz bu həcmi, bu sürətdə zamanı alırsınız. Vəssalam, bu qədər. Demək, 1024 2 üstündə 10-dur, vurulsun 2 üstündə 11, vurulsun 16 bitdə. Yox, 16 bit rəng dərinliyidir. Yəni 2 üstündə 4. Bölürsünüz nəyə? 2 üstündə 21-ə. 21 ilə 21 gedir. Sizin əlinizdə qalır 2 üstündə 4, yəni 16. Bizdən də elə saniyə istəyirdi də. Vəssalam, cavabınız 16. Şəbəkə ilə ötürülməzdən əvvəl informasiya elə kodlaşdırılır ki, onun həcmi 2 dəfə artır. Əgər şəbəkənin ötürülməz sürəti 12 vurulsun 210 bit böl saniyə olarsa, ilkin həcmi 3 kilobayt olan faylı kodlaşdırdıqdan sonra ən az neçə saniyə ötürmək olar? 2 dəfə artırsa 6 kilobayt olacaq da, yəni. 6 kilobaytda vurursunuz 2 üstündə 13-ə, bölürsünüz sürətə 12 vurulsun 210. Bundan bu gedir, burada 2 qalır. 2 üstü 1-də, 2 üstü 1 ilə 2 üstü 10, 2 üstü 11 eləyir, gedir. Yəni 2 üstü 13-dən ixtisar gedirlər. 2 üstü 2, yəni 4 qalmış olur burada. Rabitə kanalı ilə 360 megabayt məlumat ötürülmüşdür. Məlumatın 40%-nin 9 vurulsun 222 bit bölünsün saniyə, qalan hissəsinin isə 224 bit bölünsün saniyə sürəti ilə ötürüldüyünü bilərək məlumatın ümumi ötürülmə müddətini saniyə ilə müəyyən edin. Demək, 360-ın 300 yox, 360. 360-ın 40%. 40%-i 4, 10 yazıq da, nəsə, bunu bir dənə yazıq. Deməli, 10-da 4-ü də. 10-da 4-ün sürəti nə qədər oldu? 9 vurulsun 2 üstündə 22, sürəti səhv yerə yazdım. Həcmdir, həcm bölürük sürətə 9 vurulsun 2 üstündə 22. Əla. İndi bu 360 megabaytdaydı, bunu çevirək bitə. Bunu vururam 2 üstündə 23-ə. Deməli, burada 2 üstü 22 ilə 23 getsə, burada qalacaq 2. 2 ilə bu 10 getsə, burada qalar 5. 9 ilə 36 getsə, burada qalacaq 40. 40 ilə də 5 getsə, burada qalar 8. Burada 4 qalmışdı. 8 vurulsun 4 bərabərdir 32 saniyə. Bu 40%. 60%-i də ki, 360 vurulsun 6 bölünsün 10. Sürət nə qədər oldu? 2 üstündə 24. Bunu da bıraq 2 üstü 23-ə bitə keçək. 24 ilə 23 getsin, burada 2 qalsın. 2 ilə 6 getsin, burada 3 qalsın. Bu da bundan getsin. 36 vurulsun 3. 36-nı da 3-ə vuranda neçə edir? 108. 108 saniyədə bunun 60 saniyəsinə, 60%-nə gedən vaxtı. Bunları da toplayanda
Sizə deməli verəcək 140. 140 saniyə. Cavabınız olur 140. Ötürmə sürəti bu qədər olan 3,222 bit saniyə olan rabitə kanalı ilə informasiya həcmi 900 megabayt olan faili ən az neçə dəqiqəyə ötürmək olar? Həcmimiz 900 megabaytdır. Vurulsun 2 üstündə 23 bitə keçək. Bölək sürətə 3 vurulsun 2 üstü 22-yə. Bizdən dəqiqə ilə istəyirdi. Aldığımız cavab saniyədədir. Elə bəri başında 60-a da bölək çıxsın getsin. Deməli 222 ilə 223 getsin, burada 2 qalsın. Bu 2 ilə bu getsin, burada 30 qalsın. 30 ilə də 900 aparaq da. 30 ilə də 900 getsin, burada 30 qalsın. Bundan da bu getsin, burada neçə qalsın? 10 qalsın. Cavabımız 10. 37. Da nə istəyir? Sürəti olan şəbəkələr arxivləşdirilərkən 20% sıxışdırılan ilkin həcmi 40 megabayt olan faili göndərmək üçün ən az neçə saniyə lazımdır? 40 megabaytdır. Vururam 223-ə bitə keçirəm. Deməli 20% sıxışdırılıbsa yerdə qalıbdır bunun 80%. O da 8, burada da 10. Böləcək sürətə 2 üstündə 22. 2 üstü 22 getsin. Bundan da bu getsin. Bərabərdir 4 vurulsun 8. O da 32. Dəqiqə falan demiş ki, yox. Bircə dəqiqə, bircə dəqiqə. 8 orada görmədim, indi gördüm yazandan sonra. Deməli 40 vurulsun 2 üstü 23. Vurulsun neçəyə? 8-ə. Bölünsün 10-a. Bölünsün bir də bizim sürətimizə. 2 üstü 22. Bundan bu getsin, burada 2 qalsın. Bundan bu getsin. Bərabərdir 4 vurulsun 2, vurulsun 8. O da 64. Bayaqlar bu 8-ə diqqət eləmədim orada. Yazandan sonra gördüm 8 qalıb orada. 38. Həcmə malik şəbəkədə 3072 bit bölün saniyə sürətlə ötürülür. Həmin müddət ərzində 5120 bit bölün saniyə sürətlə bu failin həcmindən neçə kilobayt çox olan faili ötürmək olar? Burada da deməli bu bitdədir, bu bitdədir. Kilobaytdır, bu da kilobaytdır. Hesablamağa dəymir də. Dəymir bunu hesablamağa. Nəysə. Deməli 60 kilobaytda bu 3072 3 vurulsun 1024. 3 vurulsun 2 üstündə 10'dur. X-də də ki 5 vurulsun 2 üstündə 10'dur. 2 üstü 10'dan 2 üstü 10 getsin. Burada 3x bərabərdir 300'ə. Buradan da x bərabər nəyə? 100'ə. Bizdən də deyir ki, neçə kilobayt çox olan faili ötürmək olar? 100-dən də çıxırsınız 60'ı bərabərdir kilobayt çox olan faili ötürmək olar. Yəni bu sürətlə bu 60'ı ötürdünüz, bununla 100'ü ötürdünüz. 100 də 60'dan nə qədər çoxdur? 40 kilobayt çoxdur. Avtomatik qurğu 26 hərfdən ibarət ingilis əlifbasının böyük və kiçik hərflərindən, deməli burada 52 vəziyyət var. 16 qısa sistemin simvollarından ibarət əlifba tərtib etdi. 16 qısa sistemin simvollarından ibarət əlifba tərtib etdi. Bunu niyə 10 yazırıq? Çünki 16-lıq say sistemi içərisindəki o böyük hərflər ki var, A, B, C, D, Y və F, o artıq bu böyük hərflərin içərisində bir dəvəz saymışıq. Bərabər də 62, üzrlü sayın. Üzr istəyirəm. Deməli, 62 müxtəlif vəziyyətim var mənim. 62 müxtəlif vəziyyətdə kodlaşdırmaq üçün mənə lazımdır 6 bit. 6 bit. Sonra məndən nə istəyir? Bu əlifbanın hər simvolunu eyni uzunluqda minimal bit, mümkün bit sayıyla kodlaşdırdı. Onu qeyd elədik. Bu əlifbanın köməyi ilə 128 səhifə, hər səhifədə 256 simvol olan mətn faylı hazırlandı. Bu mətn faylı 212 bit bölün saniyə sürətlə ən az neçə saniyə ötürülür? Vəssalam. Səhifə vurulsun, simvol vurulsun 6 bit, bölünsün 2 üstündə 12 sürətə, yəni zaman tapaq.
Bu da neçə yer? 15 ilə 12 gedəndə yuxarıda qalır 2 üstü 0 olsun 6. O da 48. Aha, gəldik bura. Bu sual 2023-ündürmü səhv eləmirəmsə? Yoxsa 24-ündürmü? 24-ün, 24. 2024-ün blok sualıdır. Sadəcə görən kimi yadımdadır. Baxın, bu hissə var. İnformatika ilə fizikanın cəmi. Bu mənə verir 690. İnformatika or fizikada biz 690 veribdir burada. Deməli, informatika ilə fizikanın kəsişməsi yoxdur, onu bildirir. O zaman diaqramları siz yan-yana çəkirsiniz bu şəkildə. Yan-yana çəkirik. İnformatikanı bura qeyd eləyək. Fizikanı da bura. Riyaziyyatı da yazaq bura. Və salam. Əla. İndi demək, baxaq görək bizə nə veribdir. İnformatika 400. Riyaziyyat 700. Fizika 290. Ondan sonra ümumi 1050-dir bu heç. Üçün birləşməsi 1050-dir. Riyaziyyat əndi informatika. Riyaziyyat əndi informatika 250. Bir dənə bizdən haransı istəyir? Oranı bir dənə işarələyim. Riyaziyyat əndi fizika. Bizdən buranı istəyir. Aha, bu hissəni tapmalıyıq. Hə, bu hissəni biz tapmalıyıq. Yaxşı, sonra nə axtaraq biz? 400-dən 250 çıxsaq, bura qalar 150. Bura deməli neçədir? 290 minus x-dir. Orta hissəyə də qalıbdır. Başqa bizdə nəsə var? İnformatika or fizika, informatika or fizika. İnformatika or fizika. Əslində buradan tapmaq olar. 1050-dən 690 çıxanda neçə yer? Eləyəcək 360, düzdürmü? 360. Baxın, nə demək istəyirəm. İnformatika or fizika, bu ikisi, bu ikisi. Bu ikisi. Birləşməsi mənə verib neçə? 690. O zaman deməli mən ümumi birləşmədən bu 690 çıxsam, alacam neçə? 360. 360 deməli bu hissəyə qalsa, 360 bu hissəyə qalsa, 700-dən də mən çıxsam 360-ı və 250-ni nəticəm çıxır da. 360-ın da üstündə 250 gələn neçə? 0, 1 yadda 1, o da 610. 700-dən də 610 çıxsaq, deməli buraya da 610, o 90-dır. İkisimiz elə 90. Cavabınız 90. Mən istədim buranı da x-dən asılı vəziyyətdə gətirək, sonra ümumi toplayaq. 1050-yə bərabər edək, amma beləsini görsənəm bir şey uzağa getmək lazım olmadı. 41, burada nə istəyirsən sən? Demək, yenə 3 dənə. Deyəsən bu şəkildə olacaq. 3-ün kəsişməsi. Hə, bu şəkildədir. Deməli, orta hissə 50-dir bizdə. Mingəçevir, Şirvan, haradır bir də Lənkəran. Sonra bizə nə verir? Mingəçevir and Lənkəran axtarırıq biz. Mingəçevir and Lənkəran. Bizə bura lazımdır. Aha, əla. Buranı 50 qeyd edək. Sonra biz bura x ataq. X-i tapaq 50 ilə toplayaq. Yaxşı, bizə başqa nə vermirsən sən? Mingəçevir and Şirvan. Mingəçevir and Şirvan 300-dür. O zaman bura qaldı 250. 250. Aa, yuxarıda nə veribdir? Mingəçevir and Şirvan. Mingəçevir and Şirvan buradır. Birləşdiririk Mingəçevir and Lənkəran. Yəni bunun kəsişməsi ilə birləşdiririk. Bu da gördünüz də artıq hansıdır. Baba bu hissəni də cavab görsənir. Bu hissəni bizə veribdir neçə? 700. Buradakı elə 300 idi. 700-dən də 300 çıxanda sizlərinizdə qaldı neçə? 400. 400 sizdə bu x-dir. 400. Üstünə də bu 50-ni gəlirsiniz. Bərabərdir 450-yə. Cavabınız 450.
Keçək növbətiyə. Hələ ki düstur keçən üstənəli görmədim. Hə, bir də burada olacaq deyəsən. Hə, burada olacaq. Hə, elə 42 dəqiqdə. 2 dənə ilə bağlı düsturla göstərdim. 2 dənə sual göstərdim. İndi burada məsəl üçün baxın düsturla alınır. Deməli, baxın bizdən nə istəyir? 3 dənəsinin kəsişməsi. Bunu istəyir. Biz də demişdik ki, düsturu birdən mi yazaq indi? Bax, eləcə deyə qeyd edirəm də. A plus B plus C. Burada deməli üçünün kəsişməsi idi. Kəsişmə bərabərdir. Burada üçünün birləşməsi. Ondan sonra da plus ikisinin bir-biri ilə A ilə B-nin, B ilə C-nin və A ilə C-nin də kəsişmələri var idi burada. Vəssalam da indi burada da sizə verdiyinə görə hər birini sizdən sadəcə olaraq kəsişməni istədiyinə görə tez şəkildə tapa bilərsiniz. Yəni ki, bu üçünü toplayırsınız. 170, elə bir şey A, bayaq qeyd eləmişdim, 170 plus 80 plus 90. Plus kəsişmə ilə biz də kəsişməni axtarırıq. İndi x qeyd edirik, bərabər. Ondan sonra demək, üçünün birləşməsi 285 plus hər birini dənə-dənə kəsişmələri, yəni 30 plus 10 plus 20. Kimə düstur maraqlısa, birinci bu sual neçənci idi yadımdan çıxdı. Qayıtsın orada qeyd eləmişdim. Deməli, bu neçə edir? 170, bu da 170. 340, düzdür? 340 plus x bərabərdir. Orada da deməli 285 çıxılsın 60. Çıxılsın nə idi? 285 plus 60. Eci 345. Buradan da x bərabərdir nəyə? 5. Cavabınız olur 5. Yəni istəsəz bu şəkildə tez bir vaxtda tapa bilərsiniz. İndi mən göstərdim deyənə biraz vaxt getdi. Birbaşa olaraq da bir dəfə həll edəndən sonra bilirsiniz ki, tez bir şəkildə siz deməli buradakıların hamısını toplayasınız və çıxasınız buranı, sizə cavabı verəcək də tez tapa bilərsiniz. İndi mən göstərdim deyə biraz vaxt getdi. Yox, əgər bunu bu şəkildə tapsaz, burada biraz uzanacaq vaxt. Ona görə bunu göstərmədim. Yaxşı olar ki, demin 20 variantında da baxasınız ona, orada göstərmişəm. Yəni bu hissəni axtarasınız, 1-1-1-1 hamısını x-dən asılı vəziyyətdə gətirirsiniz. Bu şəkildə tapıb axırda da içərini obje toplayıb bərabər eləyəsiniz 285-ə və oradan x-i taparsınız. Biraz vaxt aparacaq, yəni ona görə göstərmirəm onu. Deməli 43. Göstərməm deyəndə 20 variantda var. Düstursuz izah eləmişəm. Deməli, internet şəbəkəsinin bəzi segmenti 3000 saytdan ibarətdir. Nəyisə axtarış server avtomatik olaraq bu segmentdəki uzatmışsan. Bu cədvələ əsasən qraf diaqram sorğusunun icrasından sonra tapılan səhvlərin sayını birləşməni istəyir bizdən. Burada görürsünüz qrafla diaqramın kəsişməsi yoxdur. O zaman diaqramları yan-yana çəkək. Yan-yana çəkək. Burada deyək qraf. Bura ağac. Burada diaqram. Ki, bir-biri ilə kəsişməsi olmaz. Qraf bizdə neçədir? 90. Ağac bizdə 83. Diaqram da 62. Diaqram nədir? Diqrafda 62. Sonra bizə nə veribdir? Ağac and diqraf. Ağac and diqraf bizdə 15-dir. Ağac and qraf. Ağac and qraf bizdə 20-dir. Все. Burada bizdə nə qalır? 83-dən 35 çıxanda 48. Burada qalır 48. 62-dən 15 çıxanda 7, o da 4, 47. Burada da qaldı 70. Sizdən ümumi birləşməni istəyir. Yəni bu içəridəkilərin cəmini istəyir. Bu da neçə yer? 90, o da 48. Deməli 138. Bunları da toplayanda bizə nə verir? 2 1 yadda 62. 138 ilə də bunu toplayanda 0 1 yadda 0 1 yadda, bu da 200. Cavabımız edəcək 200.
44. Məlumdur ki, cəmi 240 megabayt məlumat ötürülüb. Nəzərə alsaq ki, vaxtın ilk yarısında ötürülmə sürəti, yəni t bölünsün 2-də sürət olub 221 bit bölünsün saniyə. Qalan vaxtda isə plus yenə yarısı qalıbdı, yəni 3 vurulsun 221. 3 vurulsun 221 bit bölünsün saniyə olarsa, verilənlərin ümumi ötürülmə vaxtını dəqiqə ilə müəyyən edin. Bərabərdir nəyə? 240 megabaytda 2 sevirik bitə vururuq 220-ə. Deməli, 2 ilə 221 getsin. Burada da bundan bu getsin. Burada qaldı. T vurulsun 220 plus 3T vurulsun 220 bərabərdir nəyə? 240 vurulsun 223. Hələ 220-lər getsə, özürlü sayın. Deməli, 4T bərabərdir 240 vurulsun 2 üstündə 3-ə. Buradan da deməli T bizdə bərabərdir 240 vurulsun 2 üstü 3 vurulsun bölünsün 4-ə. 4-dən bu getsə, qalacaq 60 vurulsun 2 üstü 3. Bu da bizdən dəqiqə istəmişdi. Elə 60-a da bölək. Bundan da bu getsin, qalsın bizdə 8 dəqiqə. Gecə 45-ə. Burada nəyə verir? Diaqram istəyir. Baxaq, nəysə, diaqramla baxaq, Venn diaqramı. Nəsə görə bilmədim. Deməli, ikisinin kəsişməsi yoxdur. Yan-yana çəkək biz buna. Diaqram burada, qraf olsun burada. Burada gördüyünüz kimi 0 var. O zaman sxem də qaldı bura. Bizdən nə istəyir? Diaqram istəyir. Bizdən sual işarəsi bunu axtarırıq. Yəni bura. Və bunun içərisi. Bizə bura lazım. Aha. Demək. Bizə başqa nədən veribdir? Qraf bərabərdir 35-ə. Sxem bərabərdir 48-ə. Ondan sonra 3-ü ümumi 83-dür. Qraf antisxem bizdə neçədir? 30. Diaqram antisxem 10. O zaman burada nə qaldı bizə? 8 qaldı bura. 5 qaldı bura. Və səmdə qutardı. Burada x-dir. Plus 10, plus 8, plus 30, plus 5 bərabərdir 83. Bu da neçəyir? 83-dən 18, o da 30, 48, o da 5. 53, 83-dən 53 çıxanda elə də neçə 30. Yox, səhv dedim. 30 bizdə nədir? X-dir. Biz yaşıl axtarıq. 30 plus 10. 40. Deməli, 46. Üzürlü sayın nəsə? Tamam tutdu. Deməli, yol hərəkət qaydalarının pozulmasının avtomatik qeydə alınması üçün 214 rəng palitrasından istifadə etməklə 2048 vurulsun 512 piksel ölçülü rəngli foto şəkillər çəkir. Şəkillər kameranın yaddaşında saxlanılır, bir neçə paketlər şəklində qruplaşdırılır və sonra 3 vurulsun 222 bit bölünsün saniyə sürəti ilə verilənlərin emal mərkəzinə ötürülür. Bir paketin ötürülməsi üçün 63 saniyə tələb olunursa, bir paketdəki şəkillərin sayı neçədir? Paketin ötürülməsinə 63 saniyə tələb olunubsa bu sürətlə. Gəlin onda biz paketin həcmini tapaq da biz. 63 vurulsun, 3 vurulsun, 2 üstündə 22 bit. Bu bizim nəyimizdir? Bit bölünsün saniyə. Neysə, ben heç yazmayaq. Bu bizim nəyimizdir? Həcmimizdir. Düzdür. Və sonra bunu da böləcəyik şəklin həcminə. Görək ki, bu da bizdə şəklin həcmidir. Bu deyəndə daha doğrusu 14 vurulsun bura.
Şəklin həcminə ki, görək bir paketin içində neçə dənə şəkil var. Bizdə paketdəki şəklin sayını istəyir. Bu bizdə paketin həcmidir. Paketin həcmidir. Bunu da bölməliyəm nəyə? Bir dənə şəklin həcmi. Bir dənə şəklin həcmi də 14 vurulsun 2 üstündə 11 vurulsun 2 üstündə 9 da, yəni 2048 vurulsun 512. Demək, burada nələr ixtisar gedir? 2 üstü 20 ilə 2 üstü 22 getsə, burada qalsa 2 üstü 2. Başqa nə gedir? Başqa heç nə getmədi ki. Nəysə, eyb yoxdur. Yazaq görək. 63 vurulsun, 3 vurulsun 4, o da neçə? 12 bölünsün 14-ə. 2-yə getsə, burada 7 qalsa, burada 6 qalsa. 63-lə də 7 getsə, bizdə deməli burada qalsa 9, 9 vurulsun 6 bərabərdir 54. Alındı. Elə bildim nasıl kəsr alınacaq. Nəysə, alındı. Cavabımız elədi neçə? 54. Sual tipi yəqin ki, sizə tanış sualdır. Deməyəcəm hardan götürülüb, ürəyim partlasın. 47. Uyğunluğu müəyyən edin. Simsiz ötürmə vasitələri, simli ötürmə vasitələri, naqilli və yaxud da ki, naqilsiz. Birə deməli, naqillərlə naqilsiz, naqilli. Birdə deməli bizə simsizlər lazımdır, yəni naqilsizlər lazımdır. Olacaq nə? Mikrodalğalar, bir də radio siqnallar. Birə getdi A ilə Y. 2-də də simli naqillər, optik lif kabel və yaxud da ki B, bir də koaksial kabel C. Bir də başqa hansı kabel var idi? Burulmuş cüt də var idi. Nəysə, burada yoxdur. Deməli, 1-ə A-ya, 2-yə də B-si. Belə dəyərli izləyicilər, dəyərli abituriyentlər. İzlədiyiniz üçün təşəkkürlər. Fikirlərinizi yazmağı və videonu bəyənməyi unutmayın. Bir yerdə yoxsa 2 yerdə diqqətsizlik elədik, üzrlü hesab edərsiniz. Hələlik fikirlərinizi yazmağı, videonu bəyənməyi və abunə olmağı unutmayın. O 90 neçə faiz abunə olmadan izləyənlər var. İzləyir, qaçır, nə iş görür bilmirəm. Əsasən onlar. Hələlik.